Dinləyicilər 60 dəqiqə verilişi davam eləyir və qonağımızla söhbətimizi davam elətdiririk. Qonağımız Esmira Mehdiyevadır. Esmira xanım loqoped, defektoloqdur və istəyərdim ki, söhbətimizi belə davam elətdirək. Adətən valideynlər uşaqlar dil açmağa başlayanda, sözlər deməyə başlayanda 2-3 söz deyir uşaq və valideyn fikirləşir ki, artıq uşağım danışmağa başladı. Əslində biz bilirik ki, belə deyil. Məsəl üçün götürək, 1 yaşlı uşağın söz balansında neçə söz varsa, bu normal sayılır. Neçə sözdən aşağı artıq valideyn bir qədər həyəcanlanmalıdır. Bilirsiniz, burada belə deyək, hər uşaq individualdır. O uşaq, yenə deyirəm, müayinə zamanı biz öyrənirik ki, yəni evdə vəziyyət nə yerdədir. Bəzi uşaqların 1 yaşı olmaya baxmayaraq o qədər söz bazası yüksək olur ki, məsəl üçün kartları qabağına qoyanda biz özümüz də şoka düşürük ki, yəni bu söz bazasını hardan belə yığıbdır və o zaman həmən valideyn, yenə valideyn rolu burada böyük bir rezonans doğurur ki, bəli, valideyn uşağı ilə sırf məşğul olubdur və yenə deyirəm, gözəl sosiallaşdırıbdır uşağını, həmişə diqqətlə ona qulaq asıb və o ilə danışıbdır çoxlu. Mütləq şəkildədir ki, uşağın həmişə otuzdurub üzünə baxaraq danışasınız. Yəni, bu mütləq, vacibi şərtdir, belə deyək də. Amma uşaq var ki, 1 yaşında gəlib siz deyən kimi, nənə, baba, məsəl üçün, adi bir sözlər. Su, at, ver. O ola bilər. Bir də bizə çox uşaqlar gəlir, mən bugünkü gün bir nəyə fikir verirəm ən çox, uşaq dilində danışdırmaq olmaz. Başa düşürsünüz, bugün belə bir xəstə var idi. Sual verdim ki, uşaq sizdən su istəyəndə nə deyir? Valla, heç bir leksikona aid olmayan bir söz dedi, uvva. Mən birinci dəfə də elə bir söz eşidirdim. Yəni, bunun suyla nə aidiyyatı var, onu bilə bilmədim. Yəni, indi bilmirəm, evdəmi elə danışıblar, ya bunu uşaq kimi danışdırırlar. Məsəl üçün, olur uşaq ki, gedirsən, deyir ki, mən uşağa dedim ki, geyin gedək oppalara. Oppalar nə deməkdir? Yenə də deyirəm, uşaqla düzgün danışmaq lazımdır. Yenə də ilk iş valideynin üzərinə düşür. Bəli, iş valideynin üzərinə düşür. Yaxşı olardı ki, məsəl üçün, haradasa 1 yaşlı uşaq ən azı bir, belə deyək də, bir 20-30 söz deyərdi. Cümlə biz deyə bilmərik ki, çünki yenə deyirəm, burada individualdır hər bir şey. Amma uşaq var ki, yəni 1 yaşında artıq deyir, ata, ana, nənə, get, gəl, düş. Qısa cümlələr deyə bilir, su ver. O da ola bilər, o da ola bilər. Yenə də deyirəm ki, inanın Allaha ki, bunlar hamısı individualdır. Hər bir uşağın özünə görə, yenə deyirəm, müayinə olandan sonra biz bilə bilərik ki, yenə deyirəm, ev şəraitidir, uşağın özünün qavramasıdır, diqqətidir və eşitmə problemi. Burada ən əsas eşitmədir. Çünki, belə deyim sizə, bu yaxınlarda demək belə bir hadisə olmuşdu, sizə danışa bilərəm. Yəni, bizə bir xəstə daxil oldu və xanım gəldi, sırf mənim adıma gəlmişdi ki, yəni, istəyirik müayinə edəsiz. Kimsə bir tanışlardan, yəni, tövsiyə edildilər. Xanım gəldi, dedi ki, Esmira xanım, biz artıq 4 dənə mütəxəssis olmuşuq. İkisi nevropatoloqdur, ikisi psixiatr. Bu uşağa autizm qoyublar. Mən də dedim ki, otursun uşaq baxaq, sonra söhbət edərik. Uşaq oturdu. Mən heç bir, əstağfurullah, heç kəsin işinə qarışmıram, yəni heç bir mütəxəssisin işinə rəy bildirmirəm. Sadəcə öz düşüncəmi və fikrimi deyirəm. Öz təcrübənizi deyirəm. Otuzdurdum uşağı, diqqətlə baxıram ki, uşaq uyğunlaşdırır. Hər bir şey edir komanda şəklində, komandalarımı yerinə yetirir. Amma diqqətlə ağzıma baxır. Və o zaman mən hər iki valideynə dedim ki, olarmı ki, eşitməsini yoxlayasınız? Dedi ki, yox, eşitməsində problem yoxdur, biz o biri evdən çağırırıq, gəlir. Dedim, xanım, o ola bilər də, amma mən istəyirəm, siz onun eşitməsini yoxlayasınız. Çünki hətta sözləri tələffüz edəndə mən hiss edirdim, bu uşaq ağırlıq çəkir və ağzıma diqqətlə baxır. Nəysə, yenə də fikirləşdim ki, bəlkə mən də yanlış bir hərəkət etməyim deyə, deməyim deyə, nevropatoloqa müraciət elədim öz işlədiyimiz yerdə. Həmin nevropatoloq da dedi ki, Esmira xanım haqlıdır, biz istəyərik ki, siz yoxlayasınız. Bunlar gedəndən sonra mənə bildirdilər ki, biz 1 həftə sonra sizə gələcək, eşitməni yoxlayandan sonra. İnanın Allaha, 1 həftədən sonra, yəni onlar gələndən sonra bizə dedilər ki, hər iki qulağında da zəif, çox cüvuzə eşitməsi qalıbdır. Yəni, elə uşaqlara vaxtında müdaxilə etmək lazımdır və orada yaxşı olardı ki, surda loqopedlər işləsinlər. Defektoloqlar yox. Demirəm, defektoloq işləyə bilməz. Zaten aparat taxılandan sonra işləyə bilərik. Elə uşaqlar var ki, bizə kakulyar aparatla gəlirlər, yəni biz də işləyirik. Amma onların mütəxəssisi surda loqopedlərdir. O ömürlükdür o aparatları? İçində demək olar ki,
təəssüflər olsun ki, əgər eşitmə anadan gəlmə zəiflik varsa, məsəl üçün elə uşaqlar var ki, orada aparata ehtiyac olmur. Niyə? Sağ qulaq sol qulaqdan cüzi zəif eşidir. Məsəl üçün onda yüksək tembrla, yüksək səslə, yəni düzgün onu danışdırırmı, düzgün nitq qoya bilirik. Amma əgər zəif, çox zəif eşitmə varsa, onda surqodologopedlər mütləq şəkildə aparat vasitəsilə işləməlidirlər. Təəssüf, yəqin ki, onun malcası olmadığına görə aparatdan. Mənə elə gəlir ki, düzün yenə də deyirəm, belə bir hadisələrlə biz rastlaşırıq, amma deyim ki, müalicə olunmuş formasını biz ancaq aparatda görürük. Hətta belə bir şey də var ki, mən sizə onu da deyim, bəzən biz məsəl üçün xəstə daxil olanda mənə deyirlər ki, siz bizi niyə göndərirsiniz məsəl üçün lor həkiminə? Mən deyirəm ki, burada burunda problem var, rinonaliya deyirlər, yəni burundan gəlir səslər. Başa düşürsünüz, o da deyir, yox, biz yoxlatdırmışıq, heç bir şey yoxdur, amma gedib yoxlatdırılandan sonra belə bir hadisələr olub. Hətta bir uşağa da yenə autizm diaqnozu qoyulmuşdu və biz dedik ki, mütləq lora müraciət eləyin. Sən demə, artıq ət, belə el arasında deyilən bir poliplər oturub qulaqçığının üstündə və uşaq eşitmir deyə sənə reaksiya vermir. Onu aradan götürən kimi həmən uşaq nitqi də bərpa olunur, yəni diqqəti də bərpa olunur və hər şey düzəlir. Yəni ona görə hər bir şeydə diqqət etmək lazımdır. Əslində bir valideyn üçün necə ağırdır ki, onun uşağına deyəsən ki, sən uşağında autizm spektr pozuntusu var, o valideyn üçün bir zərbədir. Halbuki adi bir problemin həlliymiş, yəni burun balıq qulaqlarındakı problem. Bugünkü dövrümüzdə mənə elə gəlir autizm diaqnozu bir dəvə çevrilib. Hansı həkimin ki, görür, biraz çətinə düşüb, başı çıxmır, elə autizmdir, getdi. Belə yanaşma da var. Ümumiyyətlə, belə mənim belə vicdanımı ağrıdan bir məsələdir ki, biz axtaranda deyirik, yaxşı həkim axtarırıq. Yaxşı həkim mənə elə gəlir bizim dildədir, başqa dildə ola bilməz. Həkim elə yaxşı olmalıdır da. Yəni bu yaxşı həkim terminini biz kəşf eləmişik. Bu bizə aiddir. Amma həkim əslində elə yaxşı olmalıdır. Hər bir peşədə yaxşısını axtarır. Misal üçün, yaxşı qəssab olsun, yaxşı ət versin. Yaxşı ət nədir? Heyvan kəsilib, ətini almalısan da. Həkim, nə bilim, ümumiyyətlə bütün peşələrdə bu yaxşı sözünü axtarırıq biz. Amma bilmirəm niyə. Bəlkə də güvənsizlikdəndir. Hətta güvənsizlikdəndir. Bax, belə görürsən ki, səhv diaqnozlar qoyulur. Bu da bir neçə adamın başına gələndə istər-istəməz insanda bir güvənsizlik yaranır. Bəli, həkim peşəsi çox müqəddəs peşədir. Mənim üçün doğrudan da əlçatmaz iki peşə var. Bir IT sahəsidir, bir də həkimlikdir ki, bunlar mənim üçün çox qaranlıq meşə kimidir. Çox qaranlıq meşədirlər və hər bir həkimə də təbii ki, özünə və peşəsinə hörmət edən həkimə və digər sahədən olan, adını çəkdiyim sahədən olan əməkdaşlara da böyük hörmətim var. Lakin burada bir məsələ də var. Həkim adına ləkə gətirən insanlar da olur bəzən. Bəzən deməyək, mütəmadi olaraq qarşılaşırıq. Son dövrdə cəmiyyətdə baş verən hadisələr də bir daha təsdiqlədir. Qeyri-peşəkar insanlar var ki, hansı ki, ağ xalat geyinir, özün peşəkar həkim kimi təqdim eləyir. Elədir. Hansı ki, dərman şirkətləri ilə müqavilə bağlayıb, onların adını reseptə yazmaqla faiz əldə eləyirlər. Biraz vicdansız, biraz ümumiyyətlə vicdansızlıqdır. İnsanların həyatı ilə oynamaq olmaz. Bütün söhbətlərin axırı gəlir insan faktorunda dayanır. Vicdanlı insan. Elə olmalıdır. Ona görə biz artıq ümid yeni nəslədir də, yeni nəsil, yeni yetişən uşaqlar. Bizlər elə uşaqları yetişdirməliyik ki, vicdanlı vətəndaş olsunlar. Vicdanlı vətəndaşlar cəmiyyəti xilas eləyəcəklər, yaxşı vətəndaşlar. Ona görə evə bu ümumiyyətlə mövzumuzdan kənarda bir-iki cümlə ilə ifadə eləyəcəm. İstər analar, istər işləyən analardan söhbət gedir, istərsə də atalar övladlarına ruzunu aparanda o halal pul olmalıdır. Bununla da bitirirəm fikrimi. Mahnı fasiləmiz var, reklam fasiləmiz var əziz dinləyicilər. Reklamları dinləyək, sonra yenidən buradayıq.